Səhnəcidən bəllidir ki, bu qədər cah-cəlalı bura kim düzüb? Gəncə, Gənclər evi. Buyurun uşaqlar. Az bax, keçən səfər kimi eləmə, yaxşımı? Hə, yaxşı səndə. Yenə götürdü, yapıldı, 100% nəsə var onda. Bu da həmişə uduzur bəhanə axtarır. Hə, bəhanə deyilsən, elə sən də boş-boş. Hə, başla. Ay qonşu! Hoş. Başlayırsınız Hə, yenə. başlayırıq. Məni gözləyin, bax, 2 dəqiqə tut gözləyin ha. Yaxşı, tez elə. Mən gəlməmiş başlamayın. Yaxşı da tez elə. Mən hazıram, başlaya bilərsiniz. Ziyan gözlə qoyunsumu düzəldim. Başlayaq. Qaldır görüm sağ qolunu. Sol qolunda qaldır. Observı. Nə observından qaldır? Hə, vəsiyo, hazırdır. Düzəlt də vaxtında oyuncunu. Sonra deyəsin, mənim qızım hazır döyüş. Sən heç narahat olma. Mən qızımı uşaqlıqdan bəri hazırlayıram. Başlat. Başla. Budur az hazırladığın oğul. Qarroy də elə bil bədbaxt ayağının altında görmür. Oy 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 və budur. Beyin etdiyi səhv nəticəsində avtogol qeydə alınır. Laləzar xala öz hesabına bir xal yazdırır və 1-0 öndədir. Oyunumuz davam edir. Çıxaz onun qolundan, çıxaz. Hələ utanmaz onun qoluna girib. Görmüsən bu eş ayağının altına baxa bilmir, sənə nətər baxacaq. Sən kimin oğlunu elişən olubsan? Zeyrimsə qızından xəbərin yoxdur. Allahın 2 dənə yumurtasını qıra bilmir. Niyə qıra bilmir ki az? Ay, çıx görüm oradan yumurtaları. Ver ona. Ver görüm ona. Deyil, baba, denən qırsın. Denən qırsın. Baba. Buna bax, gözlə qıracaq indi. Görürsən, bunu da bacarmır, bunu da bacarmır. Və Gördün mü? budur. Oyunun 18-ci dəqiqəsində gəlinin qaynanası tərəfindən gəlinin iş bilməzliyini ortaya ataraq öz xanasına, hesabına xalı yazdırır və hesab bərabərləşərək 1-1 olur. Oyunumuz davam edir. Nəysə, səhərdən deyilsin, mən qızımı uşaqlıqdan öyrətmişəm. Gördük dana nətər öyrədibsən? Az indi nə olsun ki, yumurta qıra bilmir. Zato ali savadı var. Mən sizə 2 diplomlu qız vermişəm. Sənin oğlun amma Allahın kollecini də heç qurtarmayıb. Və budur. Gəlinin anası qızına çəkdiyi əziyyətin bəhrəsini görür. Qızına çəkdiyi əziyyətlər öz bəhrəsini verərək, qızının 2 diplomunu gözlər önünə soxaraq, öz xanasına xalı yazdırır. Hesab 2-1. Davam edirik. Mənim qızımı nə oğlanlar, nə nazirin uşaqları istədi, mən vermədim. Axırda da sənin bu savadsız bir şey oğluna qaldı. Nəysə. Nəmək. Deyirsən ki, ay belədir, elədir. Və budur. Gəlinin anası növbəti qola da imza atır. Nə deyirsən səndə? Elə səhərdən hər şeydə qola yazsan. Kimlər istəyirsən o? Erimcə qara zıtdıq qızını. Kim alası edəz bizdən başqa? Nə olmaz mənim qızım, o gül kimi qızdır. İstəyiblərdən ha? Mən razı deyəm. De görə kimlər istəyib? Etiraz var. Var sisteminə müraciət edirik. Var hakiminin qərarı gözlənilir. Nəfəslər tutulub. Ürəklər güp-güp edir. Gəlin baxaq. Burada ha? Bu çok tutsun. Sen Ayşe'ni etici edeceğim. Aha. Qol sana vurdu. Ay mama, bu Masber kalıqası var, onu çıxart gəlirlər. Ay, pul düşüb əlimə, Ayşe'nin ona bir qarazırtıq qoxdum, 9-cu kvartalda qalan. Ona, gəlirəm. Alacaqlar. Sen oğlanın kızını, sen bir oğlanın kızını, Nətər ediyorum. Yo, bir kızı bir istəyən minalar. Alacaqlar. Sen Ayşe'nin verməsən də, mən onunla qatılacağım. Anan səni vermədi. Abro 9-cu buna duyma, yenə səhv gəlmiş. Əslində sən də qəşəksən. Ya da yox. Ayşe razı olmasa qayıdacağım, sən yana qayıdacağım. Və budur, davam edirik. Qolumuz qeydə alınmır. Bir urvatlı namizət tapılmadığına görə Laləzar xalanın xanasından xanı silirik. Oyunumuz davam edir. Nə olub səndə oyunun ortasında? Oyunu oynadan ha? Hə, xeyir eləməyəndə də belə deyəsən. Başda görək təzdən.
Elə səhərdən deyirsən, ay belə diplomu var, elə diplom var. İndiki zamanda əsas fərasətdir, o da sənin qızında yoxdur. Mənim oğluma bax, ayda 2000 manat pul qazanır, pulunu balta kəsmir. Çıxart göstər görmə, çıxart göstər amma baxsın, çıxart görmə. Baba gördün, qızı bax gör nətər orasına burasına dürtüşdürür, oradan damsını sağa ötürür. Cev 55 yaşında burun yığdırırsan. Və budur, növbəti qol gəldi. Bəyin anası acı reallığı ortaya ataraq öz xanasına xalı yazdırır. Hesabımız 2-2. Davam edirik. Az bəs də az. Avrın əyan olsun az. Qonşun da oradan qulağını şəllif bura qulaq asır. Çəpər əyriyim var idi, dana nağarım. Yazıq kişi yatamırdı gecə traktor səsindən. Azı bəzi bax kişi sənin əlindən günüz də yaşaya bilmirik. Qaldı ki, çəpər əyriliyinə gedib adam çəpərini düzəltdirir, özünü donuza oxşatmaz. Az bəs də az. Sən mənim kişimə söz deyəcəyin gecə o arvad ağız kişinə bax, yaxşımı? Belə edək ki, mən qızıma nə lazımdır onu da öyrətmişəm. Baba. Aşk qazdanalım. Və budur, növbəti qol gəldi. Lalə Darğala neydi? Ay bir deyən görüm səndə. Ay siz kimin oğluna iynə batıran olubsuz? O nəyərinə deyəndə düz mənim ürəyimin başına dəyir. Ay belə ürəyinin başına dəyir. Hala dəyir dəyirsin. Sən kim olma? Sən sürtmə sərədə. Gülüm bir dəqiqə səni xıntacam. Səni görüm. Bu evdə bir kişi var yoxsa yox? Yox. Eşit, yavaşım. Sən gözləmək yapmadın sən də bax. Sən mənim qızı təşkilsən az. Sən deyən. Anacığım, bir dəqiqə səni xıntacam ha. Durun. Ya bir eləyibsiniz, biz elisinlər rüsva eləyibsiniz. Elisinlər rüsva olmuşuq. Axırda siz bizi bu kişiyə düşman eləyəsiniz. Belə şey olar ha. Allah be qardaş. Mən başa düşmürəm, axı biz valideynlər. Niyə övladlarımızın həyatından bu qədər oynuyoruz? Niyə imkan vermirik onlar öz həyatlarını özləri seçsinlər? Axır... Rövşən. Aycan. Deyən yeni dərmanlarını içməyibsən. Evet dedim, sosyal mesaj verdim. Kəsən yerə. Hayır Özcan kardeş. Bırak gelmeyeceksin verilişte sosyal mesaj yeri döv bura. Gel otur geride sen tanı. Bak bir yer olmuş Allah. Sen tanı. Allah da kardeş. Yoldaşını götür çek seni. Ulus götür, derisinde sen. rüsvay olmuş. Ay bacı. Ayaklarımın altında tavalayım. Getir terbiye olmuş Allah hakkı. Sən bu şey görə bağışlayın. Başını Sən bu şey görə. Sesini bırak seni. Esnafı geçen götürdü. Burada. Allah hakkı biz. Elçinden rüsvay olmuş temiz. Böyle şey. Gittiler mi ha? Hə, getdilər. Yedin mi hamısını? Birincisi də 5-ini də Ya qoydum. senin qırban qalım. Yüreğimden diken çıktı. Ben de gördün mü Üzmet'e çiğ kim apardım? Belə də ha. Ha, yalan Allah kəsi çox. Özüm mən də çiğ Belə kimi də ana. istəyirdim. Neçə vaxt belə olmurdum. Qadın qalmaz sən. Ey tüşka bağma. Sən evə gedəndə onunla mailəmi yestə qoyun Ay edəm. yox sən də dəridir. Sən ol. Ey tüşka bağma. Qadın qalmaz sən. Az ben dedim eləməyəcəm. Evdə dedim, burada demədim ha. Qadın yavaş, yavaş dana. Ay qonşu. Ay uşaqlar dayandırardınız da nə? Buna bax qız gedən aşk sənə çöndərdi. Elə bir bura... Gəlin bura uşaqlar, elə öz dekorasiyanızın önünə gəlin. İndi siz buyurun dəyərli sənətkarlarımız, fikrinizi bildirin. Ümumiyyətlə, kreativlik o yazıdan başladı. PlayStation, Kuda Station çox əla fikirləşibsiniz uşaqlar. Yəni, o gəlib ora qoyulanda maraqlı idi ki, görüm o nə üçündür və s. Quruluşun özü belə rejissor baxışından götürsə, yəni çox əla fikirləşilmişdi. Yəni, o birisi uşaqlar da görsünlər ki, uşaqlar gördünüz, onlar bizə baxa-baxa, bu birisilər bizə baxa-baxa ekrana baxmağa oynadılar. Onlar monitora, PlayStation-a baxmağı oynadılar və həm PlayStation-da olan kadrları bəy gəlində belə deyək, bunları gördük, həm valideyni gördük, həm də qonşunu gördük. Yəni çox yaxşı, əla düşünülmüşdü. Yaxşı gülməli zarafatlarınız da var idi. Çox gülməli zarafatlarınız da var idi. Sən heç də, sən indi həmişə kimi sənin o reaksiyonu, ən gülməli sənin reaksiyon da bir şeydir. Yəni müziqə qiyaqları şey eləyəndə. Yox, hamınız süpersiniz, həqiqi. Həqiqi, xanımlar da, kişilər də, ata, ana, baba. Üzr istəyirəm, sözünüzü kəsirəm. Adınız necə oldu sizin? Cavanşir. Başqa hansı rollar? Bu cür obraz, necə dəhşət obrazlar dəyişir? Mən təbrik edirəm siz uşaqlar. İlk növbədə mən bu səhnəcə bir daha baxmaq istəyərdim. Mən də. Nəfəs almadan, yox, nə vaxt yox, nəfəs almadan bir də baxmaq istəyərəm. İkinci seriyasına baxarlar. İkinci seriyası, elə bax bunu. O ikinci dəfə başqa cür oynayacaqsınız və mən başqa cür güləcəm, başqa situasiyalara güləcəm. Halal olsun, yəni boşluq yoxdur. Yəni səhnəciyin içində
Müşir müəllim də qeyd elədi, rejissura var. Səhnəciyin içində oyun var, səhnəciyin içində səviyyə var, səhnəciyin içində dekor var, səhnəciyin içində hadisə var, drive var. Hər şey var səhnəciyin içində. Uşaqlar, mən sizə uğurlar arzulayıram. Yəni, sizi boşu-boşuna tərifləmirik. Yəni, hər dəfə tərifləyəndə də yastığınızı yumuşaq eləmirsiniz. Əksinə, yastıqsız yatırsınız. Və bu da bəzi komandalara örnək olsun, bəzi komandalara dərs olsun. Bax, biz bunu istəyirik, uşaqlar. Biz heç kimi burada türklər demişkən linc eləmək fikrində deyilik. Əksinə, biz burada oturmuşuqsa, biz sizə nəsə tövsiyə eləyə bilərik, öyrədə bilərik, başa sala bilərik. Uşaqlar, mən sizi təbrik edirəm. Bax, tək-tək mən sizin hamınızı təbrik edirəm. Çünki boşluq yox idi səhnəcikdə. Yəni, bu söz xətrimdə deyiləsi deyil. Bütün fikrimizi, zikrimizi səhnəyə yönəltdiniz. Bax, bu gələcək aktyorların ilk növbədə bacardığı bir işdir ki, tamaşaçını Hardan gəlsiniz? özünə cəlb eləsin. Təbrik edirəm. Siz tək Rafaelin yox, bizim də başımızı uca eləyirsiniz. Şən gəncin başını uca eləyirsiniz. Tamaşaçı da efirdən görəndə səviyyəli bir şey görür. Təşəkkür edirəm sizə. Çox sağ olun. Biz sizə təşəkkür edirik. Əlinizə, əməyinizə sağlıq. Hara gedirsiniz? Gəncəyə. Hardan gəlibsiniz? Gəncə.